Asta-asta insan tərk edir namazı, asta-asta, proses asta-asta baş verir. Necə? Namazı görürsünüz, diqqətli deyil, namazın vaxtlarına ötəri yanaşır, başlayır sübhünü qəzaya verməyə, sonra qəza verəndən sonra durur, qılır, bir müddət sonra qəza verib heç qılmır, sonra əsr, zöhr, get-gedə namaza bu cürlə yanaşma tərzi əlindən böyük neymətlər çıxmağa başlayır. Bir də ayılır ki, artıq namaz qılmır. Heç kəs, mən adətən görməmişəm. Ki, məsələn, bugün bütün gün namazı qılır, 5 ildir, bir dəmə çaba dayandırdı. Onlar çox azdır. Hatta nədən başlayır? Səhlənkar yanaşmaqdan namaz. Ona görə baxın, namazlarla bağlı olan, namazları hafizun, namazları qoruyun, daimun kəlməsi, daim namazda olun, xaşiun, xuşu ilə qılın. Bir xuşu gəlib, bir daim gəlib, bir hifz gəlib. Hifz gəlib, yəni namazın vaxtlarını qoru. Xuşu gəlib, namazı hüzuru qəlblə qıl. Daim, yəni elə qıl namazı ki, daim o namazın halı səndə qalsın. O gəlirsən, İmam Rıza'nın məsələn, ziyarətində qayıdırsan, gəlirsən, o hal səndə necə qalır? Həccə gəlirsən, gəlirsən, neçə vaxtı o hal səndə qalıb, həccin halı da. Elə o qədər də insanda həccin nuraniyyətən onu tərk eləmir, düzdür deyim. Baxın, namaza diqqətli yanaşa bilsək bu mənada, inşallah əlimizdən nə olmaz? Namaz çıxmaz.